اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله أمير المؤمنين وعلى فاطمة الزهراء سيدة النساء العالمين وعلى حسن والحسين وعلى علي بن الحسين وعلى محمد بن علي وعلى جعفر بن محمد وعلى موسى بن جعفر وعلى علي بن موسى وعلى محمد بن علي وعلى علي بن محمد وعلى حسن بن علي وعلى حجة القائم والمنتظر والمهدي. أما بعد، قال الله تبارك وتعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. صدق الله العلي العظيم. يا عباد الله أوصيكم ونفسي بتقوى الله. Aziz ve değerli müminler, ikinci xutbədə İmam Əli Aleyhisselam'dan bir hədisi sizler için kısa şekilde şərh edeceğim, çalışacağım, sizi çok yormayayım ki bilirəm hamı Qədir gecəsindən çıxıb, çalışacağım kısa eləyim, kısa şekilde hədisi şərh eləyim, sonra inşallah cümə namazını qılaq. İmam Əli Aleyhisselam buyurur ki, İrham turham. Yani rəhmət ki, sənə də rəhm etsinlər. Bu hədisdə İmam Əli Aleyhisselam bizə bağışlanmağın yolunu öyrədir. Deyir, əgər bağışlanmaq istəyirsənsə bu ayda Allahın rəhməti sənə şamil olsun, birinci gərək sən də bağışlayasan, rəhm eləyəsən. Özünüzü hesaba çəkin. Baxın qəlbinizdə hansı artıq kinlər var, kimlərə qarşı kininiz var, küsüllüyünüz var. Bu Ramazan ayı fürsətdir ki, özünüzü hesaba çəkəsiniz və bu kini qəlbinizdən qaldırasınız. Çünki bu kin insanın qəlbinə ağır bir yükdür. Nə olursa olsun, nə sizə eləyiblərsə eləsinlər, bağışlayın. Deyin ki, ilahi, mənə haqsızlıq eləyənlərdən mən halallıq verdim, mən bağışladım, sən də məni bağışla ilahi. Baxın, siz də kimin qəlbinə toxunmusunuzsa, siz də kimin haqqına girmişsinizsə, Ramazan bayramı gəlib çatmamış, gedin onunla halallaşın. Ümumiyyətlə, qoymayın ki, kiminləsə aranızda balaca da olsun bir kin-küdürət qalsın. Ramazan ayından çıxanda pak şəkildə, pak qəlblə çıxmağa çalışın. Siz əgər bunu eləsəz, Allah da sizi bağışlayar. Üstümüz toz olanda necə diqqətli oluruq, balaca bir üstümüzə kir hopanda, toz hopanda dərhal tez qoymuruq, tez təmizləyirik xəbər tutan kimi. Amma qəlbimizi kin tutur, toz tutur, onun üçün də gərək biz bu qədər diqqətli olaq. Görsəniz ki, balaca birinə qarşı qəlbinizdə kin yaranmağa başlayır, qoymayın ki, rişə salıb kök salsın, dərhal onu qəlbinizdən kənarlaşdırın, gedin həmin şəxsə qarşı mehribanlıq göstərin. Öz qəlbimizin ziddinə gedin, öz nəfsinizin ziddinə gedin. İnanın ki, buradadır böyük irəliləyiş, mənəvi irəliləyiş buradadır. Birinə qarşı görürsənsə ki, qəlbində kim var, nifrət yaranır, get həmin şəxsə böyük bir yaxşılıq elə. Öz ziddinə gedin. Bilirsiniz, nə çətin bir şeydir bu. Elə bilin ki, öz nəfsini oradaca öldürürsən elə. Qoymursan ki, bu kim böyüsün. Bu ayda insan gərək digər insanların halını anlasın. Necə ki, insan bir ay boyunca oruç tutur və yoxsul şəxslərin nə çəkdiyini anlayır, fəqirlərin nə çəkdiyini anlayır. İnsan gərək bu ayda və bu aydan sonra da həmin insanlara, ehtiyac sahibi olan insanlara qarşı mərhəmətli olsun, çalışdığı qədər onlara yardım etməyə çalışsın. Bu təkcə maddi yoxsulluqdan söhbət gedir, həm də mənəvi yoxsulluqdan söhbət gedir. Birini əgər görürsən günah içində batıb gedir, əl ver, tut əlindən, çalış onu o günah girdabından çıxart. Xilas eləməyə çalış. İnsan gərək insanlara yanmağı bacarsın. İnsan əgər insanlara yana bilirsə, insanları bağışlaya bilirsə, insanlara kömək eləyə bilirsə, cəmiyyət içində bunu bacara bilirsə insandır. Cəmiyyətdə gərək
İnsan cəmiyyətə qarşı, insanlara qarşı qəlbini sevgi və mərhəmətlə doldursun. Bir insanı çətinlikdə görəndə, istər mənəvi, istər maddi çətinlikdə qəlbi narahat olsun. Əgər narahat ola bilirsən, sən möminsən. Çünki sənin imamın, peyğəmbərin belə olub. Çünki sənin imamın və peyğəmbərin hətta öz düşməninə qarşı belə mehriban olub. Öz düşmənini belə fikirləşib. Ona qarşı kim güdən şəxsi belə fikirləşib ki, nə qədər biz danışmışıq, Əymə Ətharın həyatından danışanda qeyd eləmişik ki, nə qədər gəlib onlara kim qusublar, amma onun qarşılığında nə böyük bir mehribansızlıq göstəriblər. Əgər biz özümüzü həmin imamların ardıcılı adlandırırıqsa, onların məhəbbətini iddia eləyiriksə, gərək heç olmasa zərrə qədər də olsa onlara bir bənzərliyimiz olsun. Bizi görəndə onların balaca bir ətri bizdən gəlsin. Demirik ki, gedib biz Əli olaq. Çünki Əli məsumdur, amma Əlinin ətri üzərimizdən gəlsin heç olmasa. İlahi, dua və ibadətlərimizi qəbul elə. İlahi, bizləri bağışlayıb və bağışlanan bəndələrindən qərar ver.